Gəlin baxaq spread operatoru nədir və o bizim işimizi necə asanlaşdıra bilər. Əvvəlcə gəlirəm src papkamda bir index.js faylı yaradıram. Index.js Spread operator. Əla. Deməli, spread nə deməkdir? Ümumiyyətlə, spread sözünün mənası yaymaq deməkdir. Mən bunu bizim dilimizə səpələmək kimi tərcümə eləməyə üstünlük verirəm. Səpələmək, tökmək. Yəni, bu operatorun gördüyü iş budur. Spread operatoru vasitəsilə biz hər hansısa bir obyektin və ya array'in içindəki dəyərləri kopyalaya bilərik və onu başqa bir array'ə və ya obyektin içinə həmin o dəyərləri aparıb tökə bilərik, səpələyə bilərik. Yəni, spread operatorun gördüyü iş budur. O, hər hansısa bir array'in, obyektin dəyərlərini kopyalamaq üçün və ya hər hansısa bir obyektlə array'i birləşdirmək üçün istifadə olunur. Gəlin indi baxaq necə. Yazılışı budur. 3 nöqtə şəklində yazılır. Və indi görək necə. Bir dənə constant yaradacağım və bu bir array olacaq. Adı olsun meyvələr. Bərabərdir. Və bu array'imizin içində olsun alma, armud və banan. Əla. Gəlin indi meyvələrimizi konsola verək. Konsolda yazaq meyvələr. Gedək kodumuzu terminalda icra eləyək və burada mən yazıram nodemon index.js. Əla. Gördüyünüz kimi biz konsola vermişik. Meyvələrimiz konsolda görünür. Alma, armud və banan. İndi gəlin yeni bir array daha yaradaq. Const yeni meyvələr. Və mən istəyirəm ki, bu array'imin içində mənim bu meyvələrim olsun. Yəni, bunları kopyalayayım, gətirim bura və eyni zamanda da bir dənə təzə bir meyvə olsun. Məsələn, çiyələk. Bunun üçün mən nə edəcəm? Spread operatorunu çağıracağım. Nöqtə, meyvələr və çiyələk. Bu yazılış nə deməkdir? Spread operatoru bu meyvələr array'inin içindəki meyvələri götürəcək və onları gətirib bu array'in içinə tökəcək. Bura səpələyəcək. Və sonra da onun yanına da bu çiyələk meyvəsini əlavə edəcək. Çiyələkdən başqa bir meyvə də əlavə edə bilərik. Məsələn, başqa bir meyvə nə olsun? Məsələn, üzüm. İndi gəlin yeni meyvələri konsola verək. Konsolluq, yeni meyvələr. Gəlirik, baxırıq. Gördüyünüz kimi bu meyvələr array'imizdə alma, armud, banan və yeni meyvələr array'imizdə alma, armud, banan kopyalandı, bura səpələndi. Sonra da çiyələk və üzüm də ora əlavə olundu. Gəlin indi obyektlər üzərində spread operatoruna baxaq. Mən bir constant daha yaradacağım. Bu bir obyekt olacaq. Məsələn, olsun info. Bərabərdir. Bu bir obyektdir. Obyektin içində bir ad olsun. Xayala. Bir soyad olsun. Cəfarova. İndi mən bir constant daha yaradacağım. Const updated info bərabərdir. Və updated infoda mən istəyirəm ki, bu info olduğu kimi qalsın. Ona görə spread operatorunu çağırıram. Info və beləliklə infonu kopyalamış oldum. Infonun içindəki dəyərləri bura gətirib səpələmiş oldum. Və indi təzə bir dəyər daha əlavə eləmək istəyirəm. Məsələn, e-mailimi əlavə eləyəcəm. E-maildə yazaq xayala.jafar@gmail.com. İndi gəlin həm infonu, həm updated infonu verək konsola. Info və updated info. Gedək baxaq. Gördüyünüz kimi infoda mənim adım, soyadım var. Updated infoda ad, soyad kopyalandı spread operatoru vasitəsilə və ora e-maildə əlavə olundu. Burada biz ikinci bir obyekt yaradıb onu da birləşdirə bilərik. Məsələn, bu updated info bizdə təzə bir obyekt olsun. Düzdür? Məsələn, onun içində olsun mənim e-mailim və onun içində olsun məsələn mənim YouTube kanalım. Reklamlar. Xayala dev, right? İndi bir dənə obyekt yaradıram. Adı olsun final info. O da bərabər olsun və mən istəyirəm ki, bu bir obyekt olsun və onun içində infonun və updated infonun içindəki dəyərlər olsun. Burada yazacağım info və updated info. Spread operatoru ilə hər ikisini kopyaladım. Yəni, hər ikisinin içindəki şeyləri götürdüm, gətirdim burada. Təzə obyektin içinə onları tökdüm, səpələdim. İndi gəlin baxaq görək, bu spread operatoru bizim işimizi necə asanlaşdıra bilər və biz bu operator vasitəsilə kodumuzu necə qısalda bilərik. Gəlirəm burada, src folderda mənim komponentlərimin içində app.jsx faylım var. Gəlirəm burada tez bir raf.c eləyirəm. Boilerplate yarandı. Əla. İndi mən burada bir state yaradacağım. Const olsun contact and
set contact bərabərdir. Bu bir object olacaq. Use state'in içində biz bir object yaradırıq. Və bu objectin içində 3 dənə key value olacaq. Birincisi olsun ad və boş string olsun. İkincisi olsun soyad, o da boş string olsun. Üçüncümüzdə olsun email, email da boş string olsun. Use state məncə çox adama aydındır. Aydın olmayanlar üçün o haqda bir video var idi. Deməli, biz nə etdik? Contact adlı bir object yaratdıq use state vasitəsilə, düzdürmü? Və o objectin içində 3 dənə key var. Ad, soyad, email və onların value'su hal-hazırda boş stringdir. İlkin dəyəri boş stringdir. Və biz set contact vasitəsilə bu contact objectinin içindəki adı, soyadı, emaili yeniləyəcəyik, update edəcəyik. Gəlirəm indi UI hissəsinə. Burada divə bir class name verim. Olsun container. Gəldim burada app'i sildim. Bunun içində bizdə bir h1 tagi olacaq. Hələlik desin hello. Və burada bizdə 3 dənə input olacaq. Inputlarımızı alt-alta düzək. Hamısının type'ı text olacaq inputlarımızın. Və inputlara mən ad verəcəm. Bunu sonra istifadə edəcəyik, biləcəksiniz niyə. Və adlar buradakı adlarla eyni olacaq. Buradakı keylərlə eyni olacaq. Bunun name'i olacaq ad. İkincinin name'i olacaq soyad. Və üçüncünün name'i olacaq email. Sonra bunlara placeholder da verək. Bunun placeholder'ı olsun adınız. Bunun placeholder'ı olsun soyadınız. Və bunun placeholder'ı da olsun email adresiniz. Əla. İndi gedək baxaq UI hissəsi necə görünür. npm run dev. Mən əvvəlcə bu inputları formun içinə almaq istəyirəm. Form. Düzdür, submit olmayacaq, amma yenə də formun içində olsun. Əla. Gedək baxaq UI hissəsinə indi. Aha, gördüyünüz kimi burada bir h1 tagimiz var. Adınız, soyadınız və e-mail adresiniz. Əla. İndi mən nə etmək istəyirəm? Mən istəyirəm ki, burada mən nəsə yazanda və burada adımı və soyadımı yazanda bu hello'nun yanında mənim adım, soyadım yazılsın və altında da bir paragraf tag olsun. Orada da mənim e-mail adresim görünsün. Yəni, gəlirəm burada h1'ın yanında qeyd edirəm. Bu kontaktın içindəki ad burada olsun. Kontaktın içindəki ad. Eyni şəkildə də kontaktın içindəki soyad. H1 tagində hello Flankəsova. Right? Və burada bir paragraf tagim olsun istəyirəm. Və onun da içində mənim kontaktımın içindəki e-mail olsun. İndi burada dəyərlər boşdur. Məsələn, deyək ki, ilkin dəyəri burada Xayala olsaydı, burada Cafarova olsaydı, burada da la olsaydı, gələyik bura. Görürsünüz, burada belə bir şey olasıydı. İndi bizdə hələ ki onlar boş string olacaq. Aha. İndi gəlin biz bu funksionallığı yazaq. Burada mən əvvəlcə inputların hamısına value verəcəm. Contact.ad. Bunun value'su yenə olacaq kontaktın içindəki soyad və bunun value'su olacaq kontaktın içindəki e-mail. Value'larımızı yerləşdirdik. İndi biz burada deməliyik ki, bu inputların on change'ində nə baş versin? Yəni, bura nəsə yazılanda, bura nəsə yazılanda, bura nəsə yazılanda nə baş versin? Bunun üçün bir funksiya yaradacağım. Const input on change olsun adı. Və bu bir arrow function olacaq. Və bu bir i qəbul edəcək. O i-ni qəbul eləyəndə nə baş versin? Əvvəlcə istəyirəm ki, o i-ni qəbul eləyəndə bizdə konsola çıxartsın targeti. i.targeti görək nə baş verir. İndi mən bu funksiyanı işə salacağım burada, düzdür? Hər 3 inputun on change'ində bu funksiya işə düşsün. Ona görə burada option eləyirəm, burada da option eləyirəm, burada da option eləyirəm və hər üçünə yazıram. Sizin on change'inizdə nə baş versin? Input on change funksiyamız işə düşsün. İndi gedək baxaq nə baş verdi. Mən burada məsələn adınız hissəsinə bu inputa nəsə yazıram və target burada çıxdı. Burada targetin içində nələr var? Name var, placeholder var, type var, value'su var. Eyni şəkildə soyad hissəsinə nəsə yazmağa çalışsam, yenə burada da name'də soyaddır, placeholder'dır, type'dır, bunlar çıxır və sonra e-mail'ə nəsə yazdım. Burada da yenə name çıxır, placeholder çıxır, type çıxır. Düzdür?
İndi mən bu targeti götürə bilirəm. Düzdür? i.target yazaraq ona çata bilirəm. Deməli i.target.name yazaraq onun içindəki adı da çata bilirəm. Məsələn, burada adının hissəsinə nəsə yazdım, bura ad çıxdı. Çünki ona name olaraq ad vermişdik. Burada soyad vermişdik, soyad çıxır. E-mail hissəsinə nəsə yazsam, burada e-mail çıxır. Düzdür? Deməli, biz bu adlara çata bilirik. Mən indi nə etmək istəyirəm? Mən burada destructure eləyəcəm və həmin targetin içindən name və value-nu götürəcəm. Const name value bərabərdir i.target. Bu nə deməkdir? Yəni mən destructure eləyirəm və bunlar, baxın burada, bunların içindən mən name və value-nu destructure eləyib çıxarmış oldum. İndi mən şərt verirəm. Nəyə şərt verəcəm? Mən deyirəm, məsələn, mən bura nəsə yazacamsa, o bilməlidir ki, ora yazılan şeyi gəlib ada təyin eləsin. Mən soyada nəsə yazıramsa, o bilməlidir ki, soyada yazdığımı gəlib soyada təyin eləsin. E-mailə nəsə yazıramsa, e-mailə təyin eləsin. Amma bunu təyin edərkən, eyni zamanda adın, soyadın dəyərlərini dəyişməsin, eyni saxlasın. Bunun üçün gəlirəm, məsələn, mən indi uzun yolunu göstərirəm və sonra spread operatorla bunu qısa yazmağın yoluna baxacağıq. Uzun yolu belə olacaqdır. Yazacaqdıq ki, əgər if name bərabərdirsə ada, o zaman get neynə? O zaman set contact funksiyası işə düşsün və işə düşəndən sonra bu adı götür bərabər elə nə yazılıbsa ona, yəni value-ya. Yəni bu nə deməkdir? Məsələn, bura nəsə yazılanda, ad hissəsinə nəsə yazılanda, o baxacaq targetin içindəki ad, name, ada bərabərdirsə, o zaman gələcək set contact funksiyasını işə salacaq və adı bərabər eləyəcək value. Value nədir? Yəni i.target.value yazırıq. Yəni bu value həmin valuedur. Ora nə yazılıbsa, onu təyin eləyəcək ada. Və biz istəyirik ki, digər şeylər eyni qalsın, dəyişməsin. Ona görə burada da qeyd eləməliyik. Soyad olacaq olduğu kimi, ona görə kontaktın içindəki soyad nədirsə, onu olduğu kimi saxlasın. E-maildə həmçinin kontaktın içindəki e-mail nədirsə, o cür saxlasın. Yox əgər, else if, yox əgər ad bərabərdirsə soyada, o zaman yenə set contact işə düşsün və bu dəfə soyad bərabər olsun value-ya, yəni yazılan şey nədirsə ona, digər şeylər olduğu kimi qalsın. Yəni ad bərabər olsun kontaktın içindəki ada və e-mail bərabər olsun kontaktın içindəki e-mailə. Və son olaraq da else case-ində, yəni ki, artıq son olaraq bu deməkdir ki, name e-mail ilə bərabərdir. O zaman da set contact işə düşsün və e-mail bərabər olsun value-ya. Digər şeylər olduğu kimi qalsın. Yəni ad qalsın kontaktın içindəki ad nədirsə elə və soyad da yenə qalsın kontaktın içindəki ad nədirsə elə. Right? İndi gedək baxaq funksiyamız işləyir. Gəldim bura, adınız hissəsində yazıram Xayala. Burada yazıram Cəfərova, e-maildə avtomatik yazıldı. Gördüyünüz kimi yazdıqca ad soyadım burada çıxdı, burada da e-mailim çıxdı. Əla, kodumuz işləyir. Amma bu yazılış gördüyünüz kimi həm uzun, həm də qarışıqdır. İndi mən bu gördüyünüz sətirləri buradan silirəm və bu sətirləri spread operatoru ilə cəmi bir sətir kodla əvəz edirəm. Gəldim, bunu sildim və burada gəlib yazıram. Burada deyirəm ki, bu funksiya input on change funksiyası işə düşəndə nə baş versin? Set contact funksiyamız işə düşsün və pref, yəni obyektin əvvəlki dəyəri götürülsün, yəni bu kontaktın əvvəlki dəyəri götürülsün və nə baş versin? Əvvəlki dəyər götürülsün, pref, kopyalansın. Yəni bu obyekt necədirsə, o cürdə kopyalansın, gətirsin, bura töksün onları. Ad, soyad, e-mail necədirsə, elə də kopyala, gətir, bura tök. Sonra isə name hər nədirsə onu tap və onun valuesunu, dəyərini dəyiş. Yəni bu name addırsa adı tapıb dəyişəcək, soyaddırsa soyadı tapıb dəyişəcək, e-maildirsə e-maili də tapıb dəyişəcək. Buna görə biz bunu kvadrat mötərizənin içində yazırıq. Yəni ki, bu o deməkdir ki, sən keysi, açarı, bu olan şeyi tap və onun dəyərini dəyiş, value nədirsə ona. Bu qədər bəsit. Gəlin bir daha baxaq ki, burada nə baş verdi. Deməli, biz bir input on change funksiyası yaratdıq və ona bir i gələcək. Və ona deyir ki, o i sənə gələndə i.targetin içindən name və value-nu tap çıxart. Yəni ki,
name, value, name, value. Bunları götür, oradan çıxart. Bunları götürüb çıxardandan sonra set contact funksiyamızı çağır və orada neynə? Kontaktın əvvəlki halı nədirsə, onu kopyala, spread operatoru vasitəsilə kopyala, gətir tök bura. Gətirib tökəndən sonra da get bax, targetin içindəki name nədirsə, ona uyğun value-nu ona təyin elə. Yəni, əgər burada bizim name'imiz addırsa, value-nu ada təyin elə, deyilsə, soyaddırsa, soyada təyin elə, e-maildirsə, e-mailə təyin elə və digər dəyərləri də olduğu kimi saxla. Всё. İndi isə gedək baxaq, kodumuz işləyirmi? Gəlirəm bura, adımı yazıram, soyadımı yazıram, burada da e-mailimi yazıram. Gördüyünüz kimi kodumuz bayaq necə işləyirsə eləcə də işləyir. Sadəcə indi daha qısadır və daha anlaşıqlıdır. Gördüyünüz kimi spread operatoru vasitəsilə biz hardasa 5 sətirlik bir kodu cəmi bir sətirlə yazmış olduq. Yazılışı daha qısa oldu, daha anlaşıqlı oldu. Ümid edirəm ki, bu dərs də sizin üçün faydalı oldu və kodlara baxmaq istəyənlər üçün də GitHub linkini paylaşacağım.